elektriklərin, santexniklərin dağıtdığı yerləri kim düzəltməlidir? 15 sm enində və 10 sm dərinliyində divarı şuman edib qoyub. Salam əziz dostlar, əziz Usta TV səhifəsinin izləyiciləri, hər birinizi xoş gördük. Gözəl insanlar, layihəmizin növbəti qonağı öz işinin peşəkarı olan peşəkar maliyyar ustası Ceyhun Usta oldu. Hal-hazırda Ceyhun Ustanın mənzillərdə elektriklərin, santexniklərin dağıtdığı yerləri kim düzəltməlidir sualına canlı yayımda verdiyi cavabı sizin izləmənizə veririk. Əziz dostlar, izləyərkən bəyənməyi, takib eləməyi, rəy yazmağı unutmayın. Sizə xoş izləmələr. Aha, mənim sualım gəlir. Deməli, Ceyhun qardaş, diqqətiniz məndə olsun. Baxın, siz malyarsınız, mənzillərdə malyar işi görürsünüz. Mənim bir sualım var. Elektrikin, santexnikin dağıtdığı yerləri malyar doldurmalıdırmı, yoxsa yox? Əgər doldurmalıdırsa, hansı qaydalara uyğun doldurmalıdır? Yəni, bunun, necə deyərlər, malyara aidiyyatı varmı, yoxsa yox? Buyurun. Əlbəttə ki, elektrik və santexnik dağıtdığı əraziləri, o santexnik öz turbalarını və elektrik öz borularını aparandan sonra müəyyən toçkalar qoyurlar, düzdür, onu başa düşürük. Ancaq görürsən ki, bir dənə boru aparır, qardaşım, bu borunun da qalınlığı, yəni 20'lik deyirik də biz elektriklər, çünki mən o işi bilirəm, yenə deyirəm, yəni 20'lik deyirik ki, 2 santıdır onun diametri, o borunun. Bu 2 santılıq bir dənə boru aparmaqdan ötürü, baxırsan qardaş, 15 sm enində və 10 sm dərinliyində divarı şuman edib qoyub. Bu yazdıq malyar niyə doldurmalıdır bu dərinliyində, bu enliyində yeri? Bu yenə də bir balaca ötəli yer olsaydı bunu malyar harcı kesib gedərdi. Elə bir bərbad vəziyyətdə dağıdırlar ki, son vaxtlar elektriklər, santexniklər işlədikləri yeri. O malyar yazdıq, orada 2 gün, 3 gün bütün mənzil boyu o işləri aparır. Tezdən doldurma işini aparır, astarlama işini aparır, düzləmə işini aparır və bu malyarın vaxtına girməkdir. Əlbəttə ki, düzgün deyil. Elektrikdə, santexnikdə öz dağıtdığı ərazini %80%-ni ən azından %80%-ni doldurmalıdır. Çünki bu, yəni də dediyim kimi ki, elektrik gəldi, dağıtdı, borusunu atdı və yaxud da santexnik gəldi, turbalarını çəkdi, paykaladı və salam qoydura çıxdı, getdi ki, malyarı dolduracaq. Bu, düzgün qayda deyil. Malyar sizin işinizin dalıcan gəlməlidir, o halda gəlməlidir. Yüngülvari işini görməlidir orada. Yəni dediyim kimi 10 sm dərinindən, 15 sm enində yeri doldurmaq, malyar üçün düzgün deyil saxlamaq. O işi özləri görməlidir, yəni elektrikdə, santexnikdə. İndi mən bir sual da verim sənə. Hər hansısa bir ödəniş qarşılığında, yəni ödəniş qarşılığında tutaq ki, elektrik, santexnik gəlib hər hansısa bir yeri dağıdıb, öz xəttin atıb gedib. Hər hansısa bir ödəniş eləməlidir ki, malyar onu doldursun, düzdür? Bəli, əlbəttə ki. Çünki mənim vaxtıma girir, qardaş. Mənim vaxtıma apar. Mən üzr istəyirəm, onun o dağıtdığı yerləri işləməkdənsə, valla o səhərdən axşamacan bir 50-60 kvadrat aslarımı vuraram və yaxud da üzlüyümü vuraram. Belə deyək də. Ancaq mən düşürəm bunların dalıcan elektrikin, santexnikin hara dağıdıb töküblə onların yerindən doldururamsa, əlbəttə ki, mən oradan əlavə qazanc istəmək artıq mənim şəxsi haqqımdır.